Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Tövhid məsələləri dərsimiz Allah Taala'nın izni ilə davam edir. Keçən dərsdə keçdik məhəbbətdə olan şirk və onun növləri və yaxud da onun növləri və Allah sevgisinə dəlalət edən bəzi amillər, bəzi səbəblər. Bugünkü dərsimizdə Allah Taala'nın izni ilə Allahın məhəbbətini qazandırası 10 səbəb və yaxud da 10 şey haqqında olacaq. Hansı ki bu 10 şeyi İbn-i Qayyim rahimehullah kitablarında zikr eləyir. Və təbii ki, Allahın məhəbbətini qazandıran, Allahın məhəbbətini, yəni sən o şeyləri etdiyin zaman Allah səni sevəcək. Allahın məhəbbətini qazandırası səbəblər çoxdur, qardaşlar. İbn-i Qayyim rahimehullah o çox şeyləri 10 dənə cümlədə cəm etmişdir. Bu da bu alimin, bu insanın, bu şəxsiyyətin uzun düşüncəsinə dəlalət eləyir. Böyük elminə, oxumağına və kitabları axtarışına dəlalət eləyir. Hansı ki, əksər Allahın məhəbbətini qazandırası əməllərə gedib baxsan, görürsən ki, bu 10 şeydə onlar cəm olmuşdur. Təxminən belə desək, insaflı olaraq ki, Allahın məhəbbətini qazandırası əməllərin çoxu İbn-i Qayyim rahimehullahın zikr etdiyi 10 dənə qaydada, 10 dənə səbəbdə, şeylərdə cəm olmuşdur. Birincisi, qardaşlar, İbn-i Qayyim rahimehullah zikr edir ki, Allahın məhəbbətini qazandırası səbəblərdən birincisi qiraatul Qur'an bittədəbbur və təfəhhüm liməanihi və mə uridə bihi. Ən birinci Allahın sevgisini qazandıran əməl Allahın kitabı Quran-ı Kərimi tədəbbürlə, düşünərək və mənasını anlayaraq oxumaqdır. Rasulullah sallallahu aleyhi və səlləmin elmi Quran-ı Kərim idi, qardaşlar. Rasulullah sallallahu aleyhi və səlləm əxlaqı, mədəniyyəti, Peyğəmbər sallallahu aleyhi və səlləmin tərbiyəsi Quran idi. Ayşə radiyallahu anhədən soruşulur ki, Peyğəmbərin əxlaqından xəbər versin. Ayşə radiyallahu anhə deyir ki, kənə xuluquhu əl-Quran. Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı Quran idi. Yəni, Rasulullah sallallahu aleyhi və səlləm Quran-ı Kərimi tədəbbürlə oxuyardı, Rasulullah onun mənasını necə lazımdır anlayardı və Rasulullah Quran-ı Kərimdə olan məsələlərə əməl edərdi. Ona görə, qardaşlar, biz Quran-ı Kərimi müsəlmanlar bir hekayə kimi, bir əfsanə kimi və yaxud da bir qazet, bir jurnal kimi oxuyub keçməmiz heç də insafdan deyil. Quran-ı Kərimi ayət-ayət oxuyub, anlayıb, içindəki mənaları, ayələrin nəyə dəlalət etdiyini anlamağa çalışmamız lazımdır. Abdullah ibn Məsud radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin alim tələbələrindən idi. Deyir ki, biz, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri 10 ayət əzbərləyib, onu əməl etmədikcə biz başqa ayələri əzbərləməzdik. Ona görə rivayət var ki, Ömər ibn Xattab radiyallahu anhu Baqara surəsini 10 ilə əzbərləyir. Baqara surəsini 10 ilə əzbərləyir. Çünki əməl etmədiyi heç bir ayəni əzbərləmir və eləcə də başqa sahabələrin həyat tərzi bu üzrə idi. Təəssüflər olsun ki, bugün Quran-ı Kərimdən görürsən bir cüz bilən var, 2 cüz bilən var, 3 cüz bilən var, hətta Quran-ı Kərimi hafiz olanlar var. Amma əmələ gəldikdə Quranın nə qədər əqidəyə, əxlaqa, tərbiyə, ibadətə dəlalət elədiyini gəlib baxdıqda görürsən ki, onlar başqa yerdə, əməllər başqa yerdə, Quran-ı Kərimi bilməsi isə başqa yerdə. Quran hafizləri görürük, baxırsan ki, zahiri görünüşündə heç qeyri-müsəlmanlardan da fərqlənmir. Üzünü gündəlik qırxar, balaqları yerlə gedər,
bundan da daha bərbad olanlardan bəzilər görürsən siqaret çəkirlər. Baxmayaraq ki, özü Qurandan bir cüz bilir, 2 cüz bilir və bəzən də ola bilsin Quran hafizidir. Və onların bəzilərində eşidəndə daha da çox qəmlənirik ki, bəzilər heç namaz da qılmırlar deyirlər. Bu qardaşlar, muvaffaqiyyətin olmamasına dəlalət eləyir. Rasulullah s.a.v. deyir ki, Kəm min qari'il Qur'an vəl Qur'anu yəl'anuhu. Nə qədər Quran oxuyan var ki, Quran onu lənətləyir. Sahabələr, elm əhlinin biri bu hədisi dedikdə, bir nəfər qalxır, deyir ki, necə Quran onu oxuyanı lənətləyə bilər? Deyir, sən Quran oxuyarkən özün zalim olduğun halda, sən bu ayəni oxumursanmı? Ələ lə'nətullahi aləz-zalimin. Allahın lənəti zalimlərin üzərinə olsun. Sən zülm eləyən olduğun zaman, sən zalim olduğun zaman özünü lənətləmiş olursan. Ona görə Quran-ı Kərimi oxuyan adam, Allah Teala Quran-ı Kərimdə fasiqləri lənətləyir, kafirləri lənətləyir, zalimləri lənətləyir və Quran-ı Kərimdə bir çox münkər əməl sahibləri lənətlənibdir. Ona görə sən Quran-ı Kərimi oxuyursansa, əzbər bilirsənsə, amma Quran-ı Kərimin içindəki əmrləri yerinə yetirib qadağanlarından çəkinmirsənsə, sənin lənətlənməyin muhaqqaqdır və sən lənətlənməkdən uzaq ola bilməzsən və ola bilsin ki, oxuduğun Quran ilə özün oxuya-oxuya özünü lənətləyirsən. Önəmli burada qardaşlar, bu cümləyə çox fikir verməmiz lazımdır ki, Quran-ı Kərimi tədəbbürlə oxumamız lazımdır. Oxuduğumuz zaman ayələri anlamamız lazımdır. Baxın, sahabələrin əksəriyyətindən gəlib ki, Quran oxuduqları zaman ağlayarlardı. Abu Bakr radiyallahu anhu imam durmağa imtina eləyərdi. Çünki Ayşə radiyallahu anha deyir ki, Abu Bakr radiyallahu anhu Quran oxuya bilmirdi. Yəni o qədər ağlamaq onu tuturdu ki, o qədər onu kövrəlmək tuturdu ki, o insan bir surəni oxuyub qutara bilmirdi. Bir ayənin üstə təkrar dayanardı. O da qorxardı ki, arxasında namaz qılanları bezdirər deyə, onların narahatçılığına səbəb olar deyə. Bir adam, qardaşlar, oxuduğu Quranı anlamasa ağlaya bilərmi? Bir insan oxuduğu Quranı əgər dərk elə bilməsə ağlaya bilərmi? Ona görə qəlblər paslanıb. Qəlblər paslanıb, möhürlənib qardaşlar. Abdullah ibn Məsud radiyallahu anh deyir, əgər bizim qəlblərimiz xəstə olmasaydı, qəlblərimiz xəstə, xarab olmasaydı, Allahın kitabını oxumaqdan biz doymazdıq. Və bir kişinin qəlbinin sağlamlığı Qurana olan mövqeyinə nisbətdir. İddia ilə biz heç vaxt doğru ola bilməzik. İddiaçı hər kəsə onu subut edəsi şahid lazımdır. Subut etmədikcə biz iddiamızda yalancı sayılırıq, qardaşlar. Əgər biz Allahın sevgisini iddia eləyiriksə və yaxud da Allahın razılığını qazanmağa çalışırıq deyiriksə, mütləq gərək Quran-ı Kərimi tədəbbürlə mənasını anlayaraq ayələrin oxumağa çalışmamız lazımdır. Çünki əsl elm buradadır. Şeyxülislam İbn Teymiyyə rahmehullah tutulduğu zaman, türməyə atıldığı zaman kitablar ona qadağan edirlər kitab oxumağı. Şər'i kitabları özü ilə türməyə, qalaya, həbsxanaya götürməyə qadağan eləyirlər. Ancaq Quran-ı Kərimə izin verirlər ki, oxusun, tilavət eləsin. Şeyxülislam İbn Teymiyyə rahmehullah deyir, mən o zaman başladım həqiqi şəkildə Quran-ı Kərimi tədəbbürlə mənalarını anlayaraq oxumağa. Mən baxdım ki, deyir, o çoxlu kitablara heç də ehtiyacı yox imiş. Kim Quran-ı Kərimi tədəbbürlə mənalarını anlaya oxuyarsa, bütün istədiyi elmi deyir, Quran-ı Kərimdə tapmağı mümkündür. Ona görə qardaşlar, Allah Teala bu kitabı nazil eləməyib ki, bu kitablar rəflərdə tozlansın və oxunub əməl olunmasın, əməldən hicr olunsun və yaxud da getsin qəbirlər üstündə pul qazanmaq üçün bu kitabdan istifadə olunsun və yaxud da bu hər hansı bir məqsəd üçün Quran-ı Kərim tilavət olunsun. Quran-ı Kərim əsas nazil olma məqsədi insanların islah olmasıdır, insanların Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməsidir. Bir kəlmə ilə əməl olunmaq üçün Quran-ı Kərim, yaxşı, salih əməllər olunmaq üçün Quran-ı Kərim nazil olub və ayələrin dəlalət etdiyi mənaları da bilmək çox mühümdür. İkinci səbəb də qardaşlar, İbn-i Qayyim rahmehullah buyurur, Ət-təqarrub iləllahi teala bin-nəvafil ba'dəl-faraid. Fərz namazlardan əlavə sünnə namazları ilə Allaha
yaxınlaşmaq, sünnə namazlarını çoxaltmaq da Allahın sevgisini qazanmağının səbəblərindəndir. Fərzdir. Bunu müsəlman istəsə də, istəməsə də yerinə yetirməlidir. Fərzdir. Hər hansı bir üzərimizdə fərz olan şey varsa, onu muhaqqaq yerinə yetirməmiz lazımdır. Amma sünnə ibadətləri, fərz olmayan ibadətləri əda eləmək, qardaşlar, bir insanı Allaha yaxınlaşdırır və Allahın sevgisini o insana qazandırır. İndi siz baxın, dünya üzündə olan müsəlmanların durumuna baxın. Dünya üzündə olan müsəlmanların durumuna baxın, saylarına baxın, məscidlərin saylarına baxın və məscidlərə gələnlərin saylarına baxın. Sabah namazlarına baxın müsəlmanların, bir də cümə namazına baxın müsəlmanların. Sabah namazına baxın müsəlmanların, bir də taravih namazına baxın müsəlmanların. Haradadır bu insanlar? Cümə namazına gələn müsəlmanlar sabah namazında haradadır? Dəhşətə gələrsiniz möhtərəm qardaşlar, bəzi İslam hökumətlərinə baxın, hər küçədə görürsən məscid var. Hər küçədə bəzi İslam hökumətləri var, məscid var. Və hər məsciddə xüsusi ilə əzən olunur. Haradasa belə deyək, 200 metrə, 100 metrə əhatəsində məscidlər var. Və hər o kuruqda, ona yaxın olan yerdə baxsan, 300-500 kişi adam yaşayır, ailələr var. Xüsusən də hündür tikilmiş binalar olan şəhərlərdə. Elə ölkələrdə gedirsən, səhər namazına baxırsan ki, 500 nəfər kişisi olan küçələrdə 30 adam, 40 adam sabah namaz qılır. Bu insanların qalanı haradadır? Biz durumumuz belə olduğu halda, əzəni eşidib müsəlmanlar məscidə gəlməyə imkanları olduğu halda gəlməyəndən sonra biz hansı qələbədən danışa bilərik? Biz necə deyə bilərik ki, nəyə görə müsəlmanlar bugünkü gündə ayaq altında qalıblar? Necə deyə bilərik ki, müsəlmanlarda bugün izzət yoxdur? Müsəlmanların bugünkü gündə düşdüyü vəziyyətinə səbəb etdikləri əməl ucbatındandır. Dindən uzaqlıqlarıdır buna səbəb. Və müsəlmanların Allahın əmrlərindən üz çevirmələridir, qardaşlar. Ayşə radiyallahu anhaya bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Ayşə, Allahın bəlası gələndə hər kəsi bürəyir. Deyir, ya Rasulallah, əgər insanların içində salih insanlar olsa necə? Əməli salih insanlar, alimlər, ibadət əhli, təqva əhli olsa necə? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ey Ayşə, əgər pislik, günahlar insanların içində çoxalarsa, o gələn bala həm fasiqi götürər, həm də salihi. Həm alimi götürər, həm də cahili, əgər pislik yer üzündə çoxalarsa. Ona görə, əziz qardaşlar, bugünkü gündə alimlərin sayı azdır. Salih insanların sayı çox azdır. Və bu gələn bəlaların da onları bürədiklərini görürük, qardaşlar. Bu müşahidə olunubdur. Və bugünkü gündə müsəlmanların düşdükləri durum və müsəlmanların əməllərinə baxsan görərsən ki, hələ düşdükləri duruma min şükür. Baxmayaraq ki, nələr var və nələr var. Ona görə qardaşlar, fərz namazlarını doğru şəkildə əda edə bilməyən insanlardan sən umursan ki, onlar nafilə namazlar qılsınlar. Fərz namazları, fərz ibadətləri etməyən insanlardan nafilə ümid etmək olar. Ha qardaşlar, ümid etmək olar mı? Heç vaxt ümid etmək olmaz. Ən rahat fərzi yerinə yetirməyən, ən çətin ibadətlərdən birini yerinə yetirər. Bir insan əgər sabah namazını durub, imkan daxilində cəmaat namazı qılınırsa, onu qılmırsa, Allah yolunda cihad elə bilər, malından zəkat verə bilər. Əməl ibadətlər rahatdır. Yəni namaz qılmaq o qədər də çətin deyil. Amma zəkata gəldikdə, Allah üçün sədəqə verməyə gəldikdə və ortada danışıq, söhbət, həyat təhlükəsi olarsa, həyat məsələsi olarsa, can məsələsi olarsa, bunu adamdan heç vaxt gözləməklə. Baxın, bayram namazında keçən ilin Ramazan Qurban bayramında müsəlmanlar bayram edirdi. Çünki bu müsəlmanların bayramıdır. Bu bayramı keçək, növbəti bir şey deyəcəm. İslam hökumətlərinin birinin vətən günü idi.
Bilirsiniz, vətən günü İslam dinində haramdır. İslamda vətən günü deyən bir şey yoxdur. Vətənə sevgi, sayğı imandandır. Bir insan vətənini, İslam hökumətini sevməlidir, sevə bilər. Amma vətənin istiqlal günü, vətənin filan günü, bunu özəl olaraq bayram kimi qeyd etməyə İslam alimləri icazə vermir. Önəmli olan verməsələr də İslam alimləri ölkələrin böyük İslam hökumətlərinin birində vətən günü idi. O gün böyük milyardlarla, bəlkə də milyonlardan, yəni milyardlarla desək bəlkə də xata etmiş olmazıq. Vətən gününü qeyd eləmək üçün hökumət pullar xərcləyir. Böyük yerdə məhracanlar və sərgilər və istirahət teritoriyaları və insanlara rəqs eləmək üçün müğənnilər dəvət olunub və s. kimi vəsaitlər bu günü bayram kimi qeyd etmək üçün milyardlar xərclənir. Həmin günü, qardaşlar, müsəlman hökumətlərinin birində 300-dən çox masum olan dinc insanı öldürürlər. Həmin günü. Həmin günü Suriyada, həmin o müsəlman hökumətində bu qeyd olunan günü insanlar kefdə, damaqda gəzdiyi bir gündə, şənləndiyi, fərəhləndiyi bir gündə 300-dən çox, hansı ki o televizorda qeyd olundu, bombalarla, bıçaqlarla kəsilərək 300-dən çox dinc insanlar öldürüldü. Onlardan 40-dan çox körpə uşaqlar, onlardan 50-dən çox qoca kişilər, qadınlar, bunların hamısı bütün İslam aləminin gözünün qabağında oldu. Hər kəs buna şahid oldu və bütün əksər medialarda bunlar göstərildi və YouTube vasitələri ilə görüntülü olan sitələrdə hamısı yayıldı. Əgər bugün müsəlmanlarda izzət olsaydı, bir tərəfdə bayram, bir tərəfdə qan su yerinə axardımı? Əgər bugün müsəlmanlarda izzət olsaydı, həqiqi din, həqiqi qardaşlıq olsaydı, bir tərəfdə müsəlmanlar aclıqdan və kiçik xəstəliklərdən ölərkən, o biri tərəfdə müsəlmanlar arıqlamaq üçün milyardlar xərcləyardımı? Bunlar olmazdı, qardaşlar. Ona görə biz ən böyük ibadətlərdə möhkəm olmamız lazımdır ki, ən böyük ibadətlərin haqqını vermək lazımdır ki, hətta sən ondan aşağı ibadətləri elə biləsən. Amma əsas ibadətlər eləməyən adamdan başqa şeylər ümid olunmur. Dinimiz ibadət üzrə qurulub. Dinimiz tövhidin özü ibadətdir, möhtərəm qardaşlar. Müsəlmanın həyatı dili ilə, qəlbi ilə, əməli ilə, müsəlmanın bütün həyatı ibadətlə keçir. Rasulullah s.ə.v hətta bir insan axşam yuxusunu yatarkən, dinimiz bir insan axşam yuxusunu yatarkən, niyyəti olarsa ki, mən istirahət edim ki, səhər namazına qalxa bilim, o insanın yuxusu da ibadət sayılır. Bir insan istirahət eləyərsə ki, istirahət edim ki, qalxanda elm öyrənim, elm yayım. İstirahət edim ki, Allahın dinində müəyyən bir şey edim. Sən yuxun da ibadət sayılır. Ona görə dinimiz bizdən əməl istəyir, qardaşlar. Əməl istəyir, dilimizlə, əlimizlə, qəlbimizlə. Müsəlman həyatını əməl üzrə qurmalıdır. Və müsəlmanın qeyri-müsəlmanlar olan xüsusiyyəti də buradadır. Üçüncü, qardaşlar, Allahın sevgisinə nail olmağa aparan səbəblərin üçüncüsü İbn-i Qayyim rahmehullah deyir ki, dəvam zikrillahi teala ala kulli hal. Daimi Allah'ı zikr etmək və bütün anda, istər dillə, istər qəlblə, istər əməllə. Çünki Rasulullahın yolu budur. Ayşə radiyallahu anh'a deyir ki, kânə Rasulullah sallallahu aleyhi ve sellem yezkurullaha ala kulli hal. Rasulullah Allah'ı daima zikir eləyərdi və hər halda. Baxsaq Peyğəmbər sallallahu aleyhi ve sellem həyatına, tuvalete yerindən, yuxudan durduqda zikirlə qalxardı. Dəstəməzə başlayanda zikirlə qalxardı. Evinə girəndə zikirlə başlayardı. Evdən çıxanda zikir edərdi. Məscidə girəndə, məsciddən çıxanda, tuvalete girdikdə, tuvaletdən çıxdıqda və bütün əməllərinin başında, hətta Rasulullah s.a.v. deyir ki, Allahın adı zikir olmayan, Allahın adı anılmadan başlanan işlərin hamısı yarım çıxdı. Hədisin mənası doğrudur. Bəzi elm əhli isnadında zəiflik görür.
Və müsəlman belə olmalıdır qardaşlar, hər halında Allahı zikr etməyə, Allahı xatırlamağa çalışmalıdır. Müsəlmanın ən təhlükəli vaxtı qəflətdə olan vaxtıdır. Allahı zikr eləməkdən uzaq olduğu vaxtı, Allahı zikr etməyi unutduğu vaxtıdır. O zaman müsəlman yalan danışır, o zaman müsəlman iftira eləyir, o zaman oğurluq eləyir, o zaman dünya ibadət eləyir. Çünki ən çox şeytanı sevindirən, şeytanın yığıldığı yer qafil qəlblərdir. Müsəlmanın qəflətə düşməsi şeytan üçün bayramdır qardaşlar. Ona görə dinimiz xatırlatmaq dinidir. Vacibdir müsəlmanlar bir-birlərinə daima xatırlatsınlar Allahı, onun şəriətini, dinini ki, bununla Allahın sevgisini qazansınlar. Dördüncüsü qardaşlar, İthar mə yuhibbuhullahu alə mə yuhibbuhul abdu ində təzahumul məhəbbəteyn. İki sevgi qarşılaşdığı zaman nəfsin istədiyi, bir də Allahın istədiyi. İki sevgidir qarşılaşdığı zaman Allahın sevdiyini üstün tutmaq və insanın öz sevgisini aşağı tutması Allahın sevgisini qazanmağın səbəblərindəndir. Namaz qılmaq, qardaşlar, vaxtında Allah onu sevirmi, sevmirmi? Ha? Sevir. Namazı vaxtından keçirməyi Allah sevirmi, yoxsa nifrət mi eləyir? Nifrət eləyir. Sən tükanında oturarkən tutaq alver eləyirsən. Alış-veriş eləyirsən. Namaz vaxtı girdi, Allah nəyi sevir? İbadət etməni. Nəfsi nə istəyir? Pul qazanmağı. İki məhəbbət qarşı-qarşıya gəldi. Burada bilinir ki, sənin mövqeyin nədir? Allah'ımı çox sevirsən, yoxsa nəfsini mi çox sevirsən? Sən Allahın sevgisini qazandırası əməl etməyə hərislənmi, yoxsa nəfsini şad eləyən əməllərimi etməlisən? O zaman sən namazı gecikdirib də, namazı təxirə salıb da, sonra qılaram deyib də, pulun dünyanın arxasındasansa, mənası odur ki, sən öz sevgini Allahın sevgisindən daha üstün tutursan. Çünki elm əhli deyir ki, Allahın sevgisinin əlamətlərindən Allah sevən şeyləri nəfs sevən şeylərdən üstün tutmaqdır. Və bütün tacir, alver edən, dükanı olan, pul qazanan qardaşlara mən özəl olaraq deyirəm ki, bu bir misaldır. Çünki əksər ticarət arxasında olan qardaşların düçar olduğu ən böyük müsibətlərdən biri budur. Pul gördüyü zaman din yaddan çıxır. İbadət yaddan çıxır. Bir müştərini saxlamağa qadir deyil ki, gözdə mən Allah olan borcumu verim. Allaha deyir ki, sən məni gözləginlə, mən pul qazanım. Bunun dili ilə deməsə də əməli bunu göstərir. Əksər qardaşlar bundan şikayət eləyir. Namaz vaxtı girir. 10 dəqiqə, 20 dəqiqə, yarım saat. Bu adam yenə də alış, yenə də veriş. Ona görə Rasulullah s.ə.v deyir ki, Təisə abdü dinar, təisə abdü dirham. Həlak oldu dinara ibadət eləyənlər, dirhəmə ibadət eləyənlər. Və Rasulullah s.ə.v lənətləyəndə nəzərdə tutduğu, yəni əsas nəzərdə tutulan bunlardır. Dünya malına görə, dünya puluna görə Allahın zikrindən uzaq düşməkdir və Allahın zikrini tərk eləməkdir. Bunu özəlliklə tacir olan qardaşlar fikir verməlidir ki, çünki insanın qəlbini mal qədər, pul qədər heç nə dağıta bilməz. Rasulullah s.ə.v deyir ki, mən sizə özümdən sonra şərik qoşmağınızdan qorxmuram. Mən özümdən sonra sizə qorxduğum şey nədir? Sizdən öncəkilər dünyanı əldə etmək üçün yarışdılar. Bu belə ev tikdi, mən ondan yaxşı ev tikəcəm. Bunun bu miniyi var, mənim miniyim ondan yaxşı olacaq. Bu zəngindir, mən ondan zəngin olacağım. Dünyanı əldə etmək üçün deyir, yarışdılar. Allah buna görə onları həlak elədi. Sizdə qorxduğum şey odur ki, siz də onlar kimi dünyanı əldə etmək üçün yarışasınız, onları Allah həlak etdiyi kimi sizləri də həlak edir. Ona görə qardaşlar, müsəlmanın varlı olması, pullu olması bəyənilir. Əgər pulu əlindədirsə, əgər qəlbindədirsə, pulu çıxanda canı çıxacaqsa, mənası odur ki, bu dünya, pul, mal, müsəlmanın qəlbində oturubdur. Və bu insanda artıq bu sevgi həddini aşıbdır. Ona görə misallar çəksək həddindən artıq çoxdur. Bütün günahların növü bu növdəndir qardaşlar. Allahın haram etdikləri ilə, əmr etdikləri ilə qadağanları ortaya gəldikdə birində nəfs olur, birində Allahın sevgisi olur. Ona görə hansı sevgi daha üstün olarsa o ortada görünür. Nəyə görə bəzi insanlar hələ də günahda israrlıdır? Bəziləri siqaret çəkir,
Bəziləri haram mal yeyir, bəziləri rüşvət yeyir, bəziləri sələm yeyir. Bunların hamısı nəyin ucubatındandır? Nəfs sevgisinin daha çox olmasının ucubatındandır. 5-ci qardaşlar, İbn-i Qayyim rahmehullah deyir ki, Allahın sevgisini qazanmağın 5-ci səbəbi ət-təəmmül fi əsma'illahi və sifatihi və mə tədullu aleyhi minəl kəmali vəl-cəlal və mə ləhə minəl əthəril hamidə. Allahın adlarında və sifətlərində təəmmül etmək. Allahın ad və sifətlərini düşünmək, qardaşlar, düşünmək, anlamağa çalışmaq Allahın sevgisini insana qazandırır. Baxın, sizlərə sual verəcəm, mənə açıq-aşkar cavab verin. Allahın ad və sifətlərini bilib, onu başa düşmək, Allahın sevgisinə həqiqətən nail olmağa səbəbdirmi? Bəli. Bir müsəlman düşünərsə, onun Allahı sevdiyinə bu dəlildirmi? Bəli. Bir müsəlman necə Allahı sevə bilər, əgər onun ad və sifətlərini əslində bilmirsə? Sevə bilərmi? Sevə bilməz. Ona görə bir müsəlman Allahın adlarını tanımırsa, Allahın sifətlərindən xəbəri yoxdursa, hansı ki biz Allahı tanımağımızın yeganə vəsiləsidir, Allahın adları və sifətləri. O insan Allahı necə tanıya bilər? Burada elmin əhəmmiyyəti ortaya çıxır, qardaşlar. Elmin əhəmmiyyəti ortaya çıxır ki, müsəlman Allahın adlarını və sifətlərini öyrənməsi üçün çalışması lazımdır. İbn-i Qayyim rahimehullah deyir ki, müsəlmanların Allahı tanımasına yeganə vəsilə Allahın adları və sifətləridir. Bir nəfər gəlir, sələflərdən soruşur ki, sələflərdən birinə deyir ki, mən günah etmək istəyirəm. Mən günah etmək istəyirəm. Günah etməmə imkan varmı? Deyir ki, get Allahın görmədiyi bir yerdə günah elə. Gedir, düşünür, deyir ki, ola bilməz. Allah Teala səmi'un alimdir. Allah Teala eşidən və biləndir. Səmi'un basirdir. Eşidən və görəndir. Allahın görmədiyi yer ola bilməz. Mən necə günah edim? Bu insanın, bu alimin ona verdiyi fətva Allahın adlarını və sifətlərini bildiyindən irəli gəlir, qardaşlar. Allahın adları və sifətləri bunu öyrədir. Günah etdiyin zaman Allahın adını xatırlayırsan, basira, Allah görəndir. Allahın görmə sifəti var. Allah daimə səninlədir. Qəlbində keçirdiyini, baxışlarını, hər şeyi bilir, görür, xəbərdardır. Heç nəyin Allahın qabağında gizli deyil. İnsan, qardaşlar, utandığı bir adamın yanında övratını aça bilmir. Ayağını dizinətən, hayal adamlardan danışıram mən, əsl müsəlmanlardan, dizini yuxarıyətən açmır, qarınını, döşünü, sinəsini açmır ki, ayıb olar, utanar, çünki o məni görür. İnsanlar ayaq yoluna gedəndə gedib gizlənməyə çalışırlar ki, nədir, kimsə görüb ayıb olar deyə. Çünki insanların onu gördüyünü bilir. Allahın gördüyünü bilən, Allahın eşitdiyini bilən, Allah'tan heç nə gizli qalmadığını bilən bir müsəlman necə günahlarda israr edə bilər? Necə günahlarda davamlı ola bilər, qardaşlar? Müsəlman xata eləyir, amma dönür. Xata eləyir, dönür. Amma israr edərsə, bu nəyi göstərir? O Allahı necə lazımdır tanımır. Allahın adlarından və sifətlərindən xəbəri yoxdur. Allahın adlarının və sifətlərinin nə mənə daşıdığını bilmir. El adətinə var ki, ibadət eləməyə. El adətinə var ki, müsəlmanam deməyə. El adətinə var ki, saqqal bıraxmağa. Saqqalı bıraxmaq üçün çəkdirmək, dartdırmaq lazım deyil. Özü çıxır. Özü çıxır. Heç səndən pul da istəmir, para da istəmir. Səndən gəlib heç xahiş eləmək istəmir, özü çıxır. Əsas nədir, qardaşlar? Allaha elmlə inanmaqdır, Allahı tanıyaraq inanmaqdır. Yoxsa belə, necə gəldi, elə olmur. Altıncısı, İbn-i Qayyim rahimehullah deyir ki, Allahın sevgisini, məhəbbətini əldə etməyi səbəblərindən ət-təəmmül fi ni'amillahi zahirə vəl-batinə və müşahədətu birrihi və ihsanihi və in'amihi alə ibadihi. Allahın zahiri və batini nemətlərini düşünmək. Zahiri və batini nemətlərini düşünmək. Allah bizə göz verib mi, qardaşlar? Çalışın, cavab verin. Göz verib mi? Göz verib.
Kim bir gözünü 10.000 dolara çıxartdırar. Mesela bir adam gəlirsə 10.000 dolar verir, deyir get gözünü oyum yerə tökün. Get gözünü çıxardın. Razı olarsan? Yaxşı, bir adam gəldi, sağ verdi 200.000 dolar, deyir get iki gözünü də oyum yerə tökün. İki gözünü də çıxardım. Verərsən, verməzsən. Bir adam deyir ki, qardaş, gəl sağ 100.000 dolar verəcəm, dilini divindən kəsim tullayayım. Verərsən dilini? Yox. Bir adam gəlib sağ verir 50.000 dolar, deyir get iki qulağını da kəsim tullayayım. Verərsən qulaqlarını kəssinlər, tullasınlar. Verməzsən. Ağını kim verər? Bir adam deyir get sağ ağını buduyun divindən kəsim. 100.000 dolar verəcəm özünə. Verərsən budunu? Budunu verməzsən. Desə ki, iki ağını kəsim, yarım milyon dolar veririm, iki budunu da divindən kəsim. Qalacaqsın eləcə bədən. Verərsən? Verməzsən. İki qolunu divindən kəsim. Verərsən? Verməzsən. Sən bu Allah'ın verdiyi milyonlardan daha böyük nemətin içindəsən. Bu neməti sən daşıyırsan, sən özünü kasıb görmə ona görə. Milyardları, milyonları sən maliksən. Bu Allah'ın verdiyi nemətləri düşünmək, təəmmül eləmək. Bunu düşünməyin özü səni Allah'ın sevgisine aparır. Allah'ın sevgisini qazanmağına. Çünkü insan neməti gördüğü zaman ona şükür eləyir. Görməyən də ona şükür eləmir. Bəzi insanlar var, ömrü boyu qan ağlayır. Ömrü boyu. Amma Allah'ın verdiği nemətləri görə bilmir. Bir neməti itirirsənsə biri var. O birisini itirirsənsə o birisi var. Allah bir qapıyı bağlayanda 10 qapı açır üzərvə. Allah'ın daxili və zahiri nemətlərini, qardaşlar, xatırlamamız insanın imanını artırır. İnsanı naşükürlükdən uzaq eləyir. Və burada dərsi dayandırıram. 6-cı səbəbdə, gələn dərsimizdə də inşallah növbəti 3 dənə əsas, ən önəmli olan 3 dənə səbəbə toxunacaq. Allah bizləri mömin bəndələrindən etsin. Onu sevməyi və onun sevgisinə nail olmağı bizlərə asanlaşdırsın. Allah Taala'dan diləyirəm ki, qəlbimizi Allah sevgisi ilə doldursun, Rasulunun sevgisi ilə doldursun və onlara qarşı çıxanlardan etməsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.